Evet arkadaşlar, Evet yayınımız arkadaşlar. Salam necə verək? Salam. Bəlkə salamsız da siz elə basaq keçsin. Necələr? Allahın salamını vermirlər, kafirlər. Nəsə salam dostlar, hamınızı xoş gördük. Bu Aha. bizim birinci videomuzdur. İnşallah sonuncu olmaz. Hər an hər şey ola bilər. Ürəyimiz nə istəyir danışacağıq, keyfimiz istəyəndə video qoyacağıq, keyfimiz istəməyəndə qoyacağıq. Bu video həvəskar videosudur əslində. Həvəskardır da. Sadəcə biz bildiyimiz mövzulardan, sizin üçün də maraqlı olan mövzulardan eləyə bilərik. Niyə deyirəm? Söhbətdir, Söhbətdir də yəni. Dedikodu, haqq yox. Hə, bax buna da razıyam Cavid. Məsələn, söhbətə başqa biri də qatıla bilər. Olar, pul. Yəni bir də ola bilər, oturub onları müzakirə edə bilər. Bizim futbol yayınımız da olacaq. Canlı futbol yayınımız. Sabah olmayacaq 100%. Nə vaxt istəsən sən nə vaxt. Bu ayın 22-sidir. Olmayacaq. Sabaha Fənərbağça Beşiktaş dərbisi var, amma qəşəng. tam olası oyundur əslində yəni. Maraqlı da keçəcək. Baxma çox. bizim Qalatasaray işi Fənər. Yo, maraqlı keçəcək bilsəniz hə, bax. İkisinin də əksiyi çoxdur, hə. Beşiktaş bilsən də öyle şeydir. Yəni yıkılmış bir takım yəni. O hər an güdən məsəl Kasımpaşa ilə kimlə oynayırdı keçən dəfə 1-0-da. Rize'də öldü, Rize. Hə, Fənərin 5 dənə vurduğu Rize. Yəni sən fikirləş də. Yəni onda necə, amma gəl ki Fənərdə də biraz o boyda əksik var Zavid. O boyda əksik. Qalasarayda da var da, Qalasarayda hamısı zədəlidir. Bu nə oldu bunlara yəni? İçərdən çıxdı da o şey, Eren Elmalı. Qutar Taturovka'da da var öldürsən ki. Nasıl bitdi? Sahaları geri dönür, özü Trabzonla oyna. Amma o dəqiqə buraxacaq mı? Ya buraxmaz. Okan məcbur qap buraxacaq. Ey danışsan ki, məcbur. Məcbur Kazımcanı oynadır da. Kazımcan necə oyunçudur? Jakobs niyə sətəlidir, zədəli? Jakobs ən axır dəfə demədilər, 6-8 həftə uzaq, sahalardan uzaq. Kazımcan necə oyunçudur? Kazımcan belə də. Şeydir, səncə? Yoxda gedər. Hə, yoxda gedər, batam olur. Səncə, Kazımcan da şey kimidir? Evi Barış Alper. Köhnə Barış Alper söhbəti var ha. Əvvəl o da sol bek başlayır baxa Barış Alper. Barış Alper yenə də oynayır axı. Yəni güclü. Məsələ budadır ki, ayaqları uzundur. Yox, məsələ necə atmaq lazımdır bilmirəm. Məsələn, adama baxanda futbolçu vidi görünmür də. Adamda futbolçuluq. Adam şeydir, tam dava vidi görsən, və tam belə davakar adamdır yəni. Amma belə baxanda düzdür də. Şeydə, Barış da əvvəl heç nə bilinmir də. Sol bekdə oynadı, sağ krayda oynadı, hücumda oynadı, sol krayda oynadı. Da adam hər yerdə oynadı, öyrəşdi də. 3 il əvvəl Barış Alper bəyənirdi, Kərəm olan vaxtları. Deyirdilər, Kərəm var, Barış kimdir yəni. Düzü indi də bəyənmir ha. İndi də səncə şeydir, bizdə şey var. Fiziki güc lazımdır da. Hər komandada o qaçıb eşşək kimi yoran adam lazım olur. Bizdə var idi keçən il Maksim Fənərdə. Maksim qara. Ancaq ancaq dribling qaçsın. Yəni sıfır şey. Amma Barışda tək bir şey var, ondan fərq olan Barış mücadilecidir. O yox, o top getdimi sol başını buraxır düşür. Kerəm də yaxşı girdi ha sizə. Kerəm abi bizə girdi. Konkret girib bizə biri. Girdi. Ola o adam heç bir performansı olmazmı? Yəni nə işə yarayır da? Mən bir sənə fikirləşirəm. Deyirəm inşallah belədir də. Yəni bu şey deyir ha, Tedesco deyir açıqlama verir ki, mən deyir şeydən memnunam. El Nesri'dən memnunam, Kərəmdən memnunam. Mourinho deyir ki, Şimanski'dən memnunam. Bəlkə şeydir, bunlar məsələn 10 oyunçu ilə oynayırlar ha. Bunu 9 eləmək istəyir. Biri ancaq biri qaçsın, baskı eləsin. Biz 9-da oynayarıq. İnşallah elədir. Yəni ümidim onun O məncə ki, Mourinho niyə istəyirdi? Şimanski dayanmır, qaçır. Bir də Mourinho müdafiə oyun oynadır. Ona görə ki, lazımdır da. Müdafiə oyununda 10 kimi oyuncular lazımdır bu. Geri qat. Amma indi qaçanmır axı Şimanski. Niyə belədir? Mourinho'nun oyununa ən çox uymayan oyuncu Talişka idi. Ona görə heç görünmürdü. Bəli. İndi amma Talişka əsl Talişka. Çünki o 10 nömrədir də. O yəni qoyasan tək 10 nömrədə oynasın da. Onun başqa yerdə heç bir yerdə oynada bilmərsən. Bax hər yerdə elədir də. 10 nömrə. Nə yalancı santrafor, nə bir şey. Heç bir yerdə 10 nömrənin funksiyonu budur da, yəni. Sən ataq olanda sən müəyyən xəttə qədər, sentrə qədər gəlməlisən, müəyyən qədər. Amma sən ondan daha arxaya gəlməməlisən axı. Sən arxaya gəlin, qabağa qaçamıyorsan, bilinir. Forvetin məntiqi də odur ki, səncə ikinci pas söhbəti var da. İkinci pası atdın, məsələn, korner vurdular, qarşı komandan vurdu. Onu uzaqlaşdırdın. O Talişka ayağına gəndə Talişka ikinci pas atmalıdır ki, forvet tutmalıdır. Forvetdə də bizdə şey maşallah Duran oynayır prosta ki. Yəni Duran da o da elə. Şey deyil, o deyil yəni. 21 milyona kiralama bedeli. Adam çox şey gözləyir. O da öyle. O ümumiyyətlə məncə o tək o klassik 9-da oynamamalıdır o ümumiyyətlə Duran. Onu şeydə sağda oynatmalısan, sağ krayda. Sağ krayda Duran? Nə əlaqə?
sağda oynalı. 4-3-3-ün sağında. Sol ayaqlı da axı. 4-3-3-ün Və sağında. ortada kim oynayacaq? Ortada da nə bilim Talişka. Zat kimdən Talisca. kimsə yoxdur da elə sistemə Yoxdur da uyğun. yəni, hə, yoxdur da yəni. Məcburidir yəni. Almamısınız da, sistemə uyğun almamısınız oyuncu. Sistemə uyğun bir dənə oyunçu varsa Asensio'dur. Hə, o hər sistemə gedər. Belə. Oyunçudur ya, adam O oynayır oyunçudur. ya. Bu adam baxsan həm Adam kariyeri oyunçudur. var, həm şeyi var. Yəni heç kimdən də şey yoxdur da, bir sənə atışması, dialoqudur. Mən bu gün Qalatasaraydan bir dənə oyunçu Duranın bir pozisyonuna bir dənə yorum atsın. Duran Melo şey muhabbet şey var ha. Melo ilə bizdə M2. Hər şey hər paylaşırlar ha. Duran o tip insanlardandır. Ancaq paylaşım edəcək. Ya bu elədi, bu elədi. Amma Asensio vecinə deyil işte. Tam ailə babası. İlkay da elədi. İlkay da İlkay- yaxşı bir sistemdə, yaxşı bir sistemin parçasıdır. Çoxu Amma deyil. İlkay indi yaxşı oynaya bilmir. Çünki Okan Buruk heç vaxt sistemlə oynatmağı bacarmayan bir məşqçi. Okan Buruk Qalatasarayın treneri olmamalı. Mən özüm Qalatasaraylıyam, baxmayaraq Şok, şok. 3 ildir çempion olur, amma sistem olaraq Okanda heç bir şey yoxdur. Oyuncu şotun olur da. Oyuncu şotun olur. Sistem olarak bu ya olsaydı gelip Çempionlar Ligası'nda bir şey Sistem diyebilirdi. dediyim bir sənətə, yəni gecəm presdə ancaq baskı eləyim, topu alım. Hə. Yaxşı oyunçular varsa, eşək kimi Barış qaçsın. Nə bilim, ayağına Bəlkə orada, düşən hə. yaxşı bitirici Icardi vursun ya da Osimhen də qaçsın, hücum eləsin, Bəlkə topu alsın. top müdafiədə. uzaqlaşar, saraya düşər, sarı Hə. oradan vurar zat. Ancaq belə Yəni, topları yığan şey olsun, 8 nömrə Hə, olsun, 6-8 Torreira tez versin qabağa. Budur. Vay, məktəbdən gəlir bu bədbəxt. Şeydən Beşiktaşdan İndiyədən oyundan baxmısan, baxmamısan. Çox şeydir, çox bəyənilməyə biri. Kimi? İndi dedi nədir? İndidir. Hə. O şeydə, o görmüşdün o video, şəkillər var, mem olan şəkillərdən. Ya Rahimin başı. Həmindir də o, indidir o. Onun şəkli indidin şəklidir. Fərqi odur. Ya Rahimin başı. Şeydə bu Çox bəyənirsən, bu Galatasaray Çox bəyənirəm deməzdim. Belə oynayır da. buyur bax, Abdul basit adam. hər kluba bir neçə oyuncu soxdular. Bax Beşiktaşa Temur Rohan soxdular. Rahat. Oynaya bilmir Amrabat. Abraham. Abraham. Ya Galatasaray gəlsə oynaya bilər. Beşiktaşda bir dənə bir şey var. Mən sən deyim, indi sən mənimlə razılaşasan da. Bax, hər transfer sezonunda Beşiktaş özün Galatasaray və Fənərə oxşatmağa çalışır. Daha Bəli. çox da Galatasaraya. Icardi gələndə Icardi'nin bir vibe oldu. O vibe'a düşdülər, getdilər şey aldılar. Neydi o İtalyan? Immobile. Immobile'ni aldılar ki, bu da İtalya şeyində liqasında oynayıb, gol kralı zat. Belə o da Icardi şeyi alar bunu. Koydu Fener Cekon aldı. Ortalık karıştı Emirel. Aldı, tutmadı. He. Sonra Galatasaray'a getdi, Osimhen'i kiraladı. Hə, bu da getdi, Dedilər altta ki, qalmayın da. Uzun boylu bir dənə qara dərli olsun, eşək kimi fizikli zaddır. Toplara zada uzun çıxsın, vursun. Bir dənə Osimhen tipli, öz Osimhen'imizi yaradar. Getdilər, Abraham'ı aldılar. Abraham da maşallah çox cavandır. Abraham da zədəlidir, zədəli. Abraham'ın yaxşı vaxtları olub, amma zədədən sonra o Chelsea'dən çıxdı, sonra getdi. Alınmadı da. Amma Milk var ya, Milk. Əvvəl Juventus'da oynuyordum mən, adını eşim Milk. Milk, adı Milk'dir. Mən bir dənə bildiyim Milk'dir. Yox, Milk yox. Milk kimdir? Yayınımız əlaqəsi yox. Milk, bildiyim Milk'dir. Milk kimdir? Juventus'da oynuyurdu, hə. Mən onun şeydə, bu Vlahovic'in vaxtında oynuyurdu da. Vlahovic hələ də oynuyurdu mən. Bəlkə sifətini görsəm yadımdan düşər. Sifətin əlaqəsi yoxdur. Oyuna həmişə 90 plusda girən. Amma 90 polisdirsə mən onda görməmişəm. Belə tak bir dənə gol vurub soda yəni. Oyun mənimdir. Semih Şentürk. Hə, oyun mənimdir yəni. Elə bir oyuncudur. Şey kimidir. Ələhlidə var ha bir ara dedilər Fənərə gələcək zat. Qol kralı. Ələhlinin qol kralı. Mitrovic. Ha. O tip oyuncudur da yəni. Son dəqiqələrin oyuncusu. Amma Mitrovic hala oldu. Getdi orada oynadı. Görürsən orada oynayanlar. Orada kimi oynanır ya? Orada Şeydir, bu söhbətdir. Bəsit liqadır. Hər güllər, hər topraklarda yetişməz. Yox, bəsit liqadır. Orada qaçmırsan, eləmirsən, yalandan elə şey eləyirsən. Güya nədir? Əsas ulduzlardan başqa hamısının gücü 63 saatdır. Sənə bir şey deyim. Ulduz deyəndə bir tek adam yadıma düşür. Kim? Ronaldo Messi'yi keçdim də. Neymar. Bəs sənə bir dənə sual verim. Santos'a getdi. Bax, Santos'a getdi. Santos son 3 oyunu qalıb. Uduz birindən xal itirsə, birindən xal itsə, so düşür də, adam 3-də 3 elədi. Neymar 3 oyunda gol vurdu.
Yəni bu sənədir, bu böyük başarıdır. Adam oynamadı. Braziliya liqası da Ərəb liqası kimidir. Hə də oynamadı. Basit liqadır. Yox, Braziliyanın bir şey var ki, topu çox şeyləri, çox məhəllə futbolu çox var orada hələ də. Braziliyadan gələn Joga Bonita. Braziliyadan mənə bir dənə gələn oyunçudur ki, deyirəm ki, klasmanı yaxşıdır. Hamısı şeydir də, yəni məhəllə futbolu klasmanı. Məhəllə futbolu, hə. Fred bizdə. Tam çöldən görsən Braziliyalı deyərsən. Adam tipi çingənə, topa yapışmağa görsən, ayağından alır top, hə. 2022, 23, 24 Fred. Əskərlikdəydim o vaxt. O Fredi o görmədim, mən pis oldum yəni. Hamı danışır o, görmədim də canım. Mən gördüm, elə şirləsi şeydir. Ya, eləymiş, elə. Hara fırasan. Türkiyə liqasına görə. İndi Maestro var. Maestro da elə-belə oyuncular deyil. Mən Qalatasaray ilə biz görmüşük, biz neçə ildir futbola baxırıq. 2000-lərin əvvəllərinin futbolunu xatırlayırıq biz Süper Liqa. Mən sənə Kocaeli Vestel Manisa Sporun kadrosunu sayıram. O dərəcədə xəstəliklə baxırdıq biz. Prosta ki, indi o elə oyuncular məncə yoxdur. Heç dünyada da o qədər çıxmır. Futbol fiziki oyuna keçib. Bəli. Əvvəlki kimi şey deyil. Yetenəki olan qabağa getmə söhbəti yoxdur. Yəni bir komandada bir dənə yetenəkli işə yaramır. Hə. Ancaq qaçmalısan, hamısı qaçmalı. 10 nömrə belə klassik, 10 nömrə belə qaçmalıdır, mübarizə aparmalıdır. Məsələn, Talişkanın oyunu ona görə də o qədər alınmır. Çünki Talişkanın nəyə də olmasa ayağı var. Belə baxıram keçən dəfə Zavid. Freddən Talişka deyirəm, niyə milli komandaya seçilməyib də? Yerlərində elə adamlar var ki, bunu parçalayarlar yəni. Türkiyədə Talişka nə işi var orada? Braziliya liqasında nə işi var orada? Saranda işi yoxdur. Nə işi var orada? Bəs yaşdan bir dənə sual verirəm. Sən görə indiyə kimi gəlmiş keçmiş öz gözlərlə gördüyün ən yetenəkli futbolçu dünyada. Yetenəkli yoxsa bacarıqlı, yetenəkli. Yetenəkli də xalis yetenəkli. Xalis yetenəkli Messidir. Deməzdim Messi. Niyə, kim deyərdin ki? Ronaldinho. Yetenəkdir də, sırf xalis yetenəkdən söhbət gedir. Messi xalis yetenəkdir. Xalis yetenəkdir, ikinci Messi deyərdim. İkinci Messi? Hə, birinci Ronaldinho. Yox, onların uşaqlığımızın şeydir. O heç uşaqlığımızın, böyük qəhrəman, ona bir şey demirəm. Yəni topa vuranda da Roberto Carlos gün vurduğumuz gibi. Messi balaca uşaq idi. Ronaldinho yedəyə girirdi, Ronaldinho çıxırdı, bu girirdi, 5-10 dəqiqə oynayırdı, başını belə vururdu ki. Amma belə bir şey var ya. Biz Ronaldinho bəlkə də keçib, bəlkə də mən belə şey yanaşıram. Yox, sən duygusal yanaşsan. Duygusal yanaşıram. Deyirəm də bax biz Ronaldinho tam olaraq izləmədik o. Məhəllədə ancaq Ronaldinho deyib oynamışıq. Amma biz Ronaldinho tam izləmədik axı. Niyə izləmişik? Yox, tam izləmədik. Messi tam izləmişik. Ronaldo tam izləmişik. Hə, tam izləmişik. Mən keçən məhəllədə nə eşitdim sən? 2 dənə uşaq futbol oynayır. Biri də ki, mən qapıya keçirəm. Əvvəl qapıya keçəndə ya Casillas olardı, ya Oliver Kahn olardı. İkisindən biri. Uşaq dedi, mən de Dehayam. Deheya? Hə. Deheya nədir? Deheya, dedim Fiorentina'nın qapısında. O var, Buffon var. Bu dəqiqə Fiorentina'nın qapısıdır. Vuran da dedi, hə, mən Mbappé'yəm. Ayda dedim mən hara getdi? Hara getdi bu? Yoxsa mən Casillas'a vuran dedicə mən Roberto Carlos'a. Mbappé indi 9 nömrə oynayır da. 9 nömrələrdə mən gördüm ən yetenəkli oyunçu Ronaldo'dur. Fenomen Ronaldo. Messi ola bilər dünyanın yeteneklisi. Amma əzim olaraq vallahi Ronaldo'dur. Mən hara fırasam. Yəni mən Ronaldo Messi deyəndə mən Ronaldo seçən adamım da. Mən o vaxt yadıma gəldi, tələbə vaxtı Türkiyə millisindən Portuqaliya oyununda bir dənə dostum mənə Ronaldo imzalı formasını getmişdi. Mən də evi götürəndə evə qoydum, dostuma dedim bir gəlib götürələr. Sonra çıxdım gəldim Bakıya. Sonra getdim dostum əskəriyyətlədim. Sonra ortalıq qarşısında yoxdur forma ortada. Bəlkə də o zibil atıb yəni formanı, elə bir adamdır yəni. O formanı bu dəqiqə mənə satmağa mənim maşınım deməkdir. Adam biri şeydi var, qol bandı. Görsə o, Ronaldo'nun qol bandını atıb, onunla satıb 220 min dollara uşağını əməliyyat elətdi. Bir dənə qol bandı belə. İmzalı harda imzalatmışdı ki o Ronaldo? Portuqaliya Türkiyə oyununda da. Qaça-qaça gəlib düşmüş. Qaça-qaça yox, bu VIP-də izləyən adamlardan da biri. Qaça yox, düşüb elə üstündə imzalatırlar. Bəsdir. Şeydir, altaq düşüncəlisin ya. Biraz yüksək fikirləş, biraz ideya qaçatda. Sənə bir sual. Qalatasarayda Uğurcan olmasaydı hansı qapısı olardı? Necə? Yəni liqadan, Türkiyə Süper Liqadan Uğurcan olmasa hansını istəyərdin?
hansını istəyərdim? Berki ola bilərdi. Liqadandır. Liqada. Bərkan Fənər niyə göndərdi? O gələndə liqadaydı. Hədə niyə göndərdi Fənər? Valla nə bilim. Sizdə var da belə şey. Bizdə hələ Ali Koçun tərslikləri var yəni. Yəni taraftar çıldırdı. Ederson'u istiyor. Ederson da gəlmədi. Getdi hər şeyə belə salça olmaq var, hər şeyə. Hə. Ama bu marağı da butta valla. İki maç çox verirəm sən. Bu marağı butta valla marağı butta. Ha Ederson bilirdiniz ki İrfan Can Eğribayatla oynayacaq. Və o gol necə yedi belə son dəqiqədə belə tutdu ağzından girdi. Ondan sonra İrfan Can Karyas qurtardı. Ondan sonra Ederson gəldi elə. O axıncı oyunuydu yəni. Tarık hardan tapdılar abi? Tarık Çetin. Sen ne iş arıyorsan? Sen hələ də futbol mu oynuyorsan? Tarık Çetin həqiqi çoxdan oynayır ya. O mən Ya sualıma cavab ver. Nə, sual ver. Süper Ligada oynayanlar oyunculardan deyil. Bu dəqiqə hal-hazırda. Bu dəqiqə oynayanlardan. Keçmişdən demirəm. Onananı alardım mən. Bax onunla alardım. Onananı. Sonra onunla seçdim. Sağ bek. Sabek. Hə. Semedo pisdir. Sana da o yazılan şeydi. Türkiye Süper Ligası yazılan onun yerine koyulan adamdı. Orta iki tane defans. İki dənə defans. Birini Şükrinə yazardın. Birini Skriniar, biri Davinson. Yok, Galatasaray'da olmayan biri. Olmayan. Skriniar, bir dənə də nə bilim. Emirhan Topçu. Emirhan da belə. Ya Beşiktaşlar özün çox belə şişirdir belə oyuncular. O deyil. O deyil. Şey, Yəni. Alanya Spor'da. Beşiktaşın kadrosu Başakşehirdən zəifdir. Göztepe'dən zəifdir. Samsundan zəifdir. Bəli. Bir-iki dənə oyunçunu çıxarsan, Rafanı çıxarsan. Rafa da getdi. Orkun da heç odur. Orkun'u koydular. Benfica halaldılar. Hem Fener'e koydu. Koydu. Sıra Galatasaray'da. Benfica'ya bundan sonra su almaq lazımdır. Hə, Napoli'dən bir şey almaq lazımdır. Onu da öyrəndik. Biz ancaq satarıq Napoli'yə. Hə, kim olar? Alanya Spor'da bir tane defans vardı. Adı yadımda gəlib bunun hal-hazırda. Kimdir? Alanya keçən dəfə oyununda görəndə qarşıma çıxdı. Davinson Krayında oynayırlar. Sən kim qoyarsan? Və sol bek. Sol bek. Alçıbranı qoymazsan. Alçıbranı. Levent'i qoysan daha yaxşıdır yəni. Levent'i də qoymaram. Beşiktaşın sol beki. Kimdir Beşiktaşda? Kayseri'dən gəldi ha. Ha, o sağda oynamır. Yox, solda oynayır o. Sazda. Hə, Sazda, Gökhan Sazda. Olar. Orta. Ortada Torreira yoxdursa, İsmail Yüksek qoyaram. Sonra başqa da kimi qoyaram? Endidini qoymaram. Endidini şeyi qoya bilər, Maestron qoya bilərsən. Şeyi də qoya bilərsən, Başakşehirdəkini. Maestro zat tipli oyuncular. Şeydə qısa sürə Paralipçidən. Klassik Anadolu topçusu. Onu kimsə alsa böyüklərdən. Cagni kimi oyuncular var. Oynamayacaq. Elədir. Bir sezondur, bir sezonluq onun oyunu var vəsə. Bir sezon. Ondan sonra da klub axtarırsan ki, onun kimə. O elədir. O həmişə elədir. Hər biri çıxmır. Ya Kasımpaşa, ya Hatay. İndi bu dəfə də Alanya çıxdı da. Hər biri çıxır elə. Şeyin yanına kim qoyarsan İsmailin? İsmailin yanına kimə qoyaram? Amma belə baxıram, mən ürəyimcə oyuncular yoxdur. Boş qalır. İsmail tək oynayır 2 nəfərlik. İsmailin yanına yox. Bəlkə Asensionu qoyaram. Arxaya qoyub Talişkanı 10 nömrəyə qoyaram. Neyinin başqa ürəyimə yatan oyuncu yoxdur. Onlara görə bir iki dənə elə güclü. Bir iki dənə qanatda zətdə Barış Alper zətdə bilə eşək kimi qaçan. Aha, bə qanatları kim qoyarsan? Sağ sol bir də qabaq qaldı. Sağ sol. Qabağa onu açın qoyarsan, o heç. Qabağa onu açın qoyarsan. Sağ sol. Arxaya Talişkanı qoyaram. Sağa şeyə qoyarsan, Beşiktaşdan gedən adı nə idi Trabzona? Muçi də məncə o qədərdir. O deyil, bəxtəxuda qollar vurur bu arada. Yenə məncə elə Fənərdən kimlərsə qoyar. Sən fikir verdin. İndi bu deməkdə məqsəd nə idi başlayırsan? Fənərlə Qalatasaraydan başqa heç kim yox. Fikir verdim, sən Fənərdə qalsan 2 dənə oyunçu çıxartdın. Bir Emirhan Topçu, o da məcburi qaldığı üçün, Levent'i hələ görmədiyimiz üçün, hələ tam belə yetişmədi. Gələn sezonda Levent seçərsən yəni. Bir də qapıçı da məcbur qaldığı üçün. Ya Ederson ya onunla. Ya Ederson da olsa da olar, onunla olsa da olar. Yəni eyni şeydir, eyni kriterdə oyunculardır ikisi də. Ligin şeyi qaçırır. Hakimlər niyə belədir? Hakimlər düzgün vallahi hakimlər belə düzgün eləsə hər şey güzel olur. Düzgün eləmirlər. Mən demirəm ha bax. Yəni bunu biz bunu qəbul ayrıcalıq. Yox, biz bunu qəbul etmişik ikimiz. Hakimlər Fənərdə doğruyur Qalatasarayda. Hakimlər Fənərdə tutur Qalatasarayda.
Hakimlər bilmədiyi üçün edir bunlar. Yəni Yəni. bunu ikimizin ortaq nöqtəsidir. Ümumiyyətlə hakimlər şeyə görə, nəbzə görə baxırlar. Hə. İndi məsələ budadır ki, bax, gəl indi bax, keçən dəfə oyunda, məsələn, bizdə mən gördüm. Levent ayağına bastı oyunçunun. Nağdı sarı ilə oyun durmadı. Bax, ona okey. Duran oyunçuya vurdu. Nağdı faul durmadı. Bax, buna da razıyam. Dünən Galatasaray Torreira ikinci bastı, nağdı sarı idi. Düzdür, amma durmadı. Abdülkerim bardaqçı. Oyuncu hakimə qışqırdı, hə? Oyunu ona faul verdi. Elə şey olar, hə? Yəni bunu sən versələr ki, məsələn, out deyəsən ki, hə də oyunun ortasındadır da, normal bir şey. Türkiyə liqasıdır. Hakim döymüş ölkədir bura. Hakimə çubuqdan vurmuş ölkədir. Yəni normal bir şeylərdir bunlar yəni. Amma yəni bir anda faulu ona verməzi qərarsız qaldırdı adamı. Adam belə bir şeydə bax, nə oldu hə bir anda belə? Şeye baktım dünən oyuna tam belə Galatasaray oyunu açdım. Atilla Salay Fener'in əvvəl Zaşdasında Kasımpaşa'da da. Tam oyunu açdım. Salay top geldi. Vurdu ayağını düştü. Belə vuranı vuramadı top belə getdi. So. Dedim sıx. Yani girdiğimden çıxdığım bir oldu yani. Ya o şey var ha. Merit Bekin reklamını 5 tane dinləməyə dəymədi yani. Bu həmişə belədir də. Prosta biz uşaqdan bəri baxırıq deyə Türk liqasına. Bizə maraqlıdır. Yenə də baxacağıq. Nə nəsələrdə baxacağıq. Ya baxacağıq ya, sözsüz. Prosta amma şey. keyfiyyətsiz liqada düzdür, amma çox keyfiyyətsiz. Dərbiyə baxsan, dərbidə nə qədər oyundu yəni. Bu Fener Galatasaray dərbisi dərbi idi. Yoxsa Beşiktaş Trabzon dərbisi idi, dərbi idi. 3-3. Fener Galatasaray 3-3 olduğunu fikirləş. Fikirləş ki, Fener 3-1 udur Galatasaray gəlir. 2 dənə qırmızı var. Hə, Fener 3-1 udur Galatasaray gəlir 3-3 eləyir. Oyun bir sənin olar yəni. Şeydə nabza görə şərbət var. Mən bu səbəbini bilsən nəyə görə deyirəm? Çünki məncə ikisi də çempionluğu oynayır və o birisilərdən fərqi açır da, aranı açır. Bəli. Bunlar ikisi də ona görə bir-birlərinə qarşı belə şey oynayırlar ki, ikisi də hücum oynasa çox dəhşət oyun gedir orada. İkisi də bərabərdə qəbuldur. Qırmızı olar, nə bilim nə olar, dalva-dalaş olar. Bu nədir? Bu dərbidə qırmızı olmadı, dava olmadı. Bu qədər mehriban olmayın da. Prosta şey eləmirlər də. İndi biri məsələn hücuma gəlib qol vursa, qorxur ki, birdən şey eləyərəm, bunları oyadaram, daha da əksinə gələrlər, 2 dənə də bizə vurarlar. İkisi də bir-birinə elə yanaşır ona görə. Amma Beşiktaşın da Trabzonda, birincisi Trabzonun elə oyunu yoxdur. Fatih Tekin ömür boyu İstanbulsporda belə hücum oynadan şeydir, məşqçidir. O İstanbulsporda üst-üstə qalmışdı. Onda belə hücum oynadır. Amma o heç vaxt şey fikirləşmir də. Bu birisi də ki, Sergen də ki elə oynadır. O da müdafiə olunsa belə zaten buraxacaq. Onların müdafiəsi ilk günündədir. Neynəsə də buraxır. Bir dənə keçən dəfə bizim röportajında gördüm. Deyir ki, dövür Türk trenerlərin dövrü deyildir. Deyim niyə də, soruşun niyə. Deyir ha, hansı Türk trenerləri görmüsən ki, analiz eləyə. Deyir bax, xaricdən gəlib Göztepe'yə gəlib, Samsun'a gəlib, Fener'ə gəlib. Üçünün də ortaq nöqtəsi nədir? Mən sən bir dənə söz deyim. Və analiz söhbəti dedin. Şeyin bir dənə hansısa proqrama qatılmışdı. Hamza Hamzoğlu var idi. Galatasarayda 3 dənə kubok qazandı bu adam. 3 dənə kubok qazandı. Və deyir ki, mən bir dənə Habertürk'ün idi, hansısa bir şeyinə qatılmışdı. Deyir ki, mən gələn kimi klubda birinci video analiz var idi. Prandelli video analizi eləmişdi. Onu yığışdırdım. Video analiz koymuşlar, onu yığışdırdım. Ondan sonra yaxşı oynadılar. Selçuk zat deyib ki buna, bu video analiz zat nədir və uşaq zat. O vaxt var idi axı, Selçuk, nə bilim, Sneyder, bunları yerdilər. Adamlar qumar masasında şey var ha. Kuruq yaratmışlar, kim gəlirdi yeyirdilər. Prandelli yazığı yetim, neyə bilər bunların yanında? Kimi gəlirdi yeyirdilər. Fatih Terimi yemiş adamlardı bunlar. Deyəndə bu, sən kimsən yəni? Kim gəldi yeyirdilər. Ona görə də Hamza da elə bunların şeyinə boyun əydi, dedi ki, nətər istəyirsiniz. Video analizi yığışdırdı. Ona görə elə biz o şeylərə görə gəldik 13-cü olduq ondan sonra. Futbolçuya çox belə imkan verməmək lazımdır. Futbolçuya çox imkan versən, rahat buraxarsan, oynamayın. Rahat buraxarsan, beyin olaraq məşq eləməyək. Udmaq mümkünsüz bir şey. Beyin olaraq rahat buraxarsan, amma ona o rahatçılığı verməyəsən də, çevrə rahatçılığını verməyəsən. Ağırlığını üstündə bildirəsən. Məncə Okan da bunlara rahatçılıq. Okan məncə nə deyə bilir? Ona görə Avropada. Okan bu dəqiqə məsələn, bu dəqiqə Osimheni kadro dışı buraxa bilər. Və Icardi'ni buraxa bilər. Ancaq heç kəsi Barışı buraxa bilər. Mutucunu zadı oynamayan oyunçular. Kazımcanı buraxar. Kazımcanı buraxar. Nə bir Eren Elmalı'yı da buraxanmaz ha kadro dışı bu dəqiqə. Buraxanmaz.
Görsən adam Tedesco gəldi, İrfancanı buraxdı. Mən şok oldum ha. İrfan Cenk Tosun'u dedim yəqin buraxar. Sən izlə, bəlkə dedim orada söz söhbətdən də oldu. İrfancan necə buraxarsan sən? Sonra dedim İrfancan buraxıb Mərti buraxmayıb, şeyi buraxmayıb, Çağları buraxmayıb. Bunlar o qrubu idi. Onlar qrup yaratmışdılar. Cenk, İrfancan, Mert Hakan. Olan yox, buraxma səbəbi sən Cenkdən İrfancan şey eləyib də. Bəlkə bunlar qumar söhbətləri Yo, o əvvəlcədən biliblər. Ya yemək söhbətləridir. Yəni söhbətləri. şey düzənli yeməklər yeməsində bunlar yeməyiblər. Bu nədir biz yeyirik? Hə. Bizə dönər düzəl. Bizə kebab getir hocam. Bizə dönər ver. O deyib ki, caydırasınız. Amma mən Tedesco'nu bəyənirəm. Nəyə olsun bəyənirəm. Mən də bəyəndim. Sən izlə. Yəni adam futbolun içindədir. İçindədir ha. Yəni bir dəfə görmüsən hakimlərə bir şey deyib. Bir dəfə də o sual soruşmuyor ki, hakimlər necə. Deyim mən nə olar. Amma irq şeyə var. Okan Buruk ən nifrət etdiyim özəlliyi odur. Hər oyunda hakimə deyir. Haqlı da hə. Hakim onları uddursun. Hakemlər doğru qərar verir. Hakemlərin dediklərinə bir şey deyəməz. Amma hakim ilə səhv eləsin, bərabərə qalsın. Hakemlər öyle rezil hakemlər öyle. O Okan Buruk'a xas deyil. Bütün türk məşqçilər belədir. İçində var, Hamısı, hə, içində var. İçində var. Mənim axıdır. Okan Buruk buradan get sarıda işləyəcək. Anadolu klublarında. Deyirəm məsələn, böyük klubdur, zırtdır, pırtdır. Mən böyük turnirəm deyir. Getsin bu dəqiqə Anadolu klubunu. Nə edə bilərsən Max? Gəlib qalsana bərabərə qalanda sevinərsən də. Elə də yəni Fənərdən bərabərə qalanda, yəni Fənər son dəqiqə 90+7-də sərə gol vuranda sevinərsən ki, biz 90 dəqiqə oynadıq. Bu elədir də. Məncə Qalatasarayın kadrosu Fənərdən daha yaxşıdır. Qalsan kadrosu Məşqçisi amma daha pisdir. Məşqçisi amma pisdir. Bunu mən də razıyam. Məşqçisi Tedesco olsa, orada Okan Buruk olsa fərq daha çox olar. Tedesco il verməlisən, vallahi il Avropada da il verməlisən Tedesco. Avropa deməmə, Aston Villa'nın son 10 oyunda uduzmuş. 10 oyunda uduzmamaq nədir? City unutdu, Chelsea unutdu, Liverpool unutdu. Da bu kim udacaq da? 3-dən Arsenal uddu. Babaların hamısını uddu da nə istəyirsən? Gəl bir Fənər udmayacaq bu. Olacaq. Fənər səni darmadağın edəcək. 4-5. Hə, kan görüyorum hocam. Vahşet görüyorum. Bizimkiler vallahi oyun başlarında 5'ten kırmızı yesinler, 3-0'a bağlayan söhbəti. Yəni heç məşğul olmayaq. 5'ten Amma Türk klublarının İngiliz klublarına qarşı oyun alınır. Uduruq. Elə siz də udursunuz. Manchester United. Yox, oyun tutar indi. Bir vaxt illərdir uduzmurdu öz meydanında. Gəldi Fənər uduzdu ya. İnşallah. Qalsa Liverpool oyuna baxanda Qalsa gol vurdu. Dedim Qalsa bunu olsa yeməyəcək. Ona yazdım 1.56. Risk elədim də, yəni dedim bir gol bundan artıq gol olmayacaq da. O atak ellər ay içimiz hər an yeyə bilər. Bu nədir dedim, belə bir komanda olar dedim. İlk dəfə dedim Qalatasaray gol yeməməyini istəyirəm yəni. O Hacı Osmanoğlu amma düz demişdi. Hamı mırtaşır ki, türk şeyləri yorumcular zaten. Onlar da çox futboldan başlar çıxmır ha, mən sən deyim türk yorumcuları. Hər özünə sərf eləməkdir. Sərf eləyən yoxsa nəyə lazım? Ən bax deyirlər ki, şeydir. Eski şeydir. Bu demişdi axı eski Liverpool deyir Hacı Osmanoğlu. Bunlar da mırtaşırdılar ki, eski Liverpooldan da güclüdür zat. O qədər güclü deyil. Bəlkə oyunçular olaraq güclü görünür, amma oyun olaraq o deyil. Həm də oyunçular elə bil Arne Slot'u yeməyə çalışır. Hə, Liverpool görsən oynayamadı oyunda da. Çalışır ha. Ondan Arne Slot ondan sonra Liverpool kimdən oynadı ha? Ligada kimdən oynadı? Ondan əvvəl də uduzmuşdu kiməsə. Ondan 3 oyun uduzmuşdu. 3 oyun uduzmuşdu. Leeds'lə 3 bərabərə qaldı. Ondan sonra kimdən oynadı? 1-2 oyun sonra. Baxdım Liverpool səni parçalayır dedim, o Liverpool belə oynasa. Qarabağın oyununda. Qarabağ deyirlər Chelsea-lə 2-2-yə qalıb. Sən öyle deyirəm. Qarabağın 1 oyun, Chelsea 1 oyun sonra Liverpool'la ya da Arsenal oyunu var, 2-1 uddu da. Oyuna baxıram Cavid. Quran haqqı deyim, Qarabağ Allah bəxti gətirib ki, elə oynamayıb. Belə oynama var. Belə Chelsea belə oyun oynayır ha. Nə qədər olmasa ciddiyə almırlar. Hə də Qarabağ oynasa 6-dan 7-dən vurmuşdu indi. Bizim işimizə yarayır. Ciddiyə almadılar oyunu. Yəni kim var evrə, baxsan onun üçün həvəssiz də. Kontratak yox, nə baskı yox, şey. Həm də ki, mən sənə bir söz deyim. Bizim stadion var, Tofiq Bəhramov. Ora futbol üçün də uyğun deyil. Olimpiya stadionunun resmiri. O havaya düşə bilmirlər. Bunlar Emirates'də zadda oynayırlar. Gəlib burada Stamford Bridge'də oynayırlar. Şu corner eləyirsən, baxsan şey orada da oyunçu. Elə şey o. Nəyə bolmadı? Durbinlə baxırsan şeyə stadiona. Bizdə belə baxmaq olmur. Orada Azərkeş buradan Tofiq deyir. Buradan Tofiq Bəhramov səslənir. Eşidir o qədər səs-küydə. Düz arxasındadır. Altı atır düz arxasındadır. O elə olmalıdır futbol. Futbolun əyləncəsi olmalıdır. Stadionun öz bizdə çox uzaqdadır. Şey var ha, Ajax oyunçusu bizdə Əsgərəs də gəldi ha.
Ayaqsından öncə şey Ha. qol vurdu. Ha. Taraftarına qaçdı. Bizim əskər usta oraya. Bıraxın da, yəni o görməyiblər də onlar da. O bizdə o şey yoxdur axı. Bizdə Qarabağın oyunda Qarabağın jokeri var atı. Onu almışlar içəri. Şöbədi bizəndə. Hayda. Ona görə mən Azərbaycan futboluna baxmıram qardaş. Mən baxmıram. Türk futbolunda hansı komanda olmasa ligdə bir dəyişən bir şey olmaz. Hamısı. Ligdə dəyişən şey. Eyüpspor. Mən Kasımpaşa deyirdim. Kasımpaşa. Mən tam o Kasımpaşa. deyirdim. Amma Kasımpaşanın vaxtları var. Kasımpaşanın gözəl Beşiktaşdan vaxtları 3-3 qaldığı vaxtda var bura. Qalsaydı 3-3 Mən qalmış. köhnələri deyirəm, lap. O Oscar Scarione var idi Kasımpaşada. Oo. O Türkiyə liqasına gəlmiş ən yetenekli oyunculardan biri idi. Bəli. İndi uşaq bilməz. Sən də, yəni bax Eyüpspor mənasızdır. Onun yerinə şey gəlsin. Azarkeşi də yoxdur. Hə. Sakarya Spor gəlsin. Hə, bax, o yenə Sakarya Spor. Razıyam Ahmet Spor gəlsin. Sən də ligdə maraq qatsınlar da, verirlər. Ahmetdə əməlli başlı dava çıxar. Hə. Maraqlılar da. Yoxsa bilər İstanbulda neçə komanda var? Fənə qalsa 5-də 3, Eyüp 4. Əvvəl zor idi. Eyüp 4. Kayseri Erciyespor, nə Hə, bax, bilim hə. Vestel Manisa Sporza. Bax, o İzmirdən bir dənə komanda razı. Göztepe qalsın. Ankara'dan Ankara gücü gəlməlidir. Gənclər Birliyi yox. Ankara gücü gəlməlidir. Ankara gücünün azarkeşi çoxdur. Antalya'dan yaxşı ikisi də gəlsin. Antalya'da Alanya'da fərq yox, ikisi də gəlsin. Eyni yer donsuz. İkisi də gəlsin, razıyam. Kocaeli gəlməlidir amma. Kocaeli var da, indi düşməyəcək mən. Kocaeli Yaxşı düşmür. oynadı. Hər oyunu Selçuk gəldi. hər oyunu bir qol olur. Mən keçən dəfə Kocaeli gəlmişəm ki, ikinci tam daha çox olur. Birinci tam 2-1 oldu. Su oyunda qurtardılar. Nə bəxtimə dəyən. Hər oyunda şey qol olmur da, ikinci sanı bir dənə vururlar. Belə bir zarafat mı baxırıq. Sərdar Dursun da şeydir, tam Türk forvetidir. Tam belə, tam Türk forvetidir. Türkiyə niyə forvet yoxdur? Zanozu niyə oynatmır? Niyə o yeni Kərəmi oynadır? Niyə Barış oynadı 9 nömrədə? Zanozla oynayamayacaq. Bomba kimi oynayır. O Montella'nın şeyidir də, sistemidir. Montella çox böyük trenerdir ha. Mən o şey Adana'da oynayanda, Adana treneri oldu. Mən dedim inşallah trener Fənərə gələr bir gün. Çünki Fənər ora sarsıdaydı. Montella yoxsa Tedesco? O da çox böyük sualdır. Çox böyük sualdır. Məncə Tedesco. Qərarsız qaldığım sualdır. Belə baxanda hə, sonraya baxsan hə, Tedesco. Amma mənə bu bir il əvvəl soruşsaydım, onu deyərdim. Montella'nı niyə bəyənmirəm? Çünki forvet oynatmır. Ona görə. Şey də üçlü gəlib üçlü gəlmək. Ha. Qabağa birini atmır. Tedesco bəyənirəm, prosta Tedesco yeməsinlər də. Səncə vaxt versinlər. Bu hansı oyunçunu özü alıb? Saran verəcək məncə ona vaxtda. Məncə də, mənə də elə gəlir. Bax Bu il çempion olmasa belə ordadır. hansı oyunçunu özü gətirib? Heç birini. Heç birini özü gətirməyib. Amma görsən neçə oyunçu ortaya çıxartdı. YTF-ni çıxartdı ortaya bizdən. YTF sonra Fənər bildi ki, Ferreira da çıxardı. Hə, Ferreira da çıxardı, görsən. YTF-dən so var, Fənərin var. Fənər Amma Ferreira niyə yedilər? Çıxardır amma çempionluğa gələndə biraz da Okan Burku tərifliyim. Biraz da hapcop işə yarayır. Çempionluq yarışında böyük klublarda saha dışı da biraz etkidir. Yox, Tedesco'nun şey yaxşı, ora baş qoşmur. Ora qozuna dedi. Hapçopu zırtı pırtı qozuna dedi. Ancaq futboldur da. Hər anda deyir mən işim futboldur. Nəyim adım mən başqa şeydir. Ay siz dərsdən gəlirsiniz, bekarsınız siz. Sonra içə daha 7 işdir. Biz dərsdən gəlmə vaxtıdır oradan ikinci minə. Sən də sirə gəldi ikinci minə dərsən. Məncə dərsdən gəlmir. Hazırıq. Yoxsa avaralanma. Bu vaxt evə gələndə adam içində qorxu gücüydü. Görürsən nə vaxt döyülər. Gedən kim döyüləsən, yoxsa böyle yeməkdən sonra döyüləsən? Yeməyi niyə sonra? Hə, yeməyi niyə sonra? Sadəcə belə bir xəbər çıxır ortaya. Deyirlər Saran bir dənə qızdan söhbəti var idi, adı nə idi? Rumeysa. Hə, Okan Buruk'la da söhbəti varmış. Onu, Hə. nə bilən? Büyük xəbərə də görmüşəm. Ortalık qarışmadı, Zabit sən sana. Deyir gündəmdə deyir, son deyir bir həftədir gündəm Fənər deyir.
son bir həftədə belə əl çəkmir gündən, ya uyuşturucudan, ya bir şeydən. Bir yerdə aktiv idi yəni bir həftədir belə. Hər masada varız. Hər masada varız maşallah yəni. Bir də rahat ya bunlar da. Azərbaycan liqasına baxırsan? Yox. Heç həvəsin yoxdur amma. Mənim də heç zərrə qram həvəsim. Yəni şey olmur. O necə deyim, ab-havası o deyil. O deyil. Abu Bakar gəldi neçə. Elə də qarşılayırlar. Nə olub ya? Abu Bakarın oynadığı qədər sən də oynayarsan. Hə, kare kafa. Kare kafa. Elə də 5-dən sonra kare kafa deyir də. Heç bir şeydə funksiyası yoxdur, ancaq qol atmaq. Ha, 5-də şeydə neftçə lazımdır elə. Adam açıqlamasında siyah beyaz renk. Yəni, bəxtə xudadır da yəni. Sən şeyə, Qarabağa geçsən də siyah beyaz deyiciydin. Bura geçsən siyah beyaz deyiciydin. Qarabağın məsələsi Avropa oyunlarına baxıram. Bəyənirəmmi? Bir tane bəyənmirəm deyəmirəm, bəyənirəm də deyəmirəm də. Yəni baxmaq üçün baxıram da yəni. Qarabağ qol vuranda ya daha fənə qol vurmuşum sevinmirəm. Amma Qalatasarayın adı bir dənə məsələn tavşanlı formatına bəli. Ziraat oyunu belə olanda o kanal çevirə bilərəm. Oturub baxıram. Axıra kimi baxıram özdə. Həm dəxilsiz oyunçularını oynatsa belə. Gənclərə baxıram ki, nətər oynayacaq. Sizdə Arda Uney var ha, onu çox tərcih. Dünya, o nə deyil? Deyil axı, fikir versənə. Ya, bəs təcrübə o heç. Təcrübə yoxdur. Ona bir şey demirəm. Amma sən topa davranmaq da o Cavan uşaqdır da, 19 yaşı var. Ondan sən nə gözləyirsən? Amma Davinson kimi ağıllı olsun. Hə, onu gözləmirsən. Onu gözləyə bilmirsən. Yox, gözləmirsən. Prosta ki, onu gözləyə bilmirsən. Səncə bəzi oyunçular var məsələn, oyuna girən kimi elə şitliklərini eləyir, hərəkətlərini eləyir. Bu girən kimi elə bir ki, mən Qalatasarayın oynayım. Ha, sən o deyilsən. Sən orada soxublar ki, sən orada dayan. Sən niyə qırmızı alasan məsələn? Bir daha girən kimi qırmızı al da. Sən niyə? Amma Okan niyə? O çox şey eləməyə çalışır. Amma Okana da yazıqlar. Özünü göstərməyə çalışır. Bəli. Türklərin o da Okana da yazıqlar olsun. Uşaq girdi 46-da çıxartdı da oyunçu. 23-də girib 46-da çıxartdı. Uşağa bildiyin haqarət elədi də. Arda niyə yaxşı ola bilər? Biraz təcrübə zad qazansa, oynasa. Gedib biraz gəzməlidir. Davinsondan bir şeylər öyrənsə, ya gəzməyə də, hə, gedib gəzməlidir. Kiralıq bir yerə getsə. Gəzmək deyəndə o da ki, klublar yox, Anadoluya. Yox, Anadolu yox. Getsin məsələn Fransa 2-ci liqasına. Nə və Norveç 1-ci liqasına, hə Belçika liqasına get orada yetiş də. Hollandiya liqasına get. Sənə çempionluğa oynamayan kluba, Westerlo məsələn. Belçikada Westerlo. Hollandiya deyəndə. Nə bilim, şeyə get. Rotterdama get. Sparta Rotterdam, nə dəxilsiz bir yerlərə məsələn. Şeyə, Hollandiya deyəndə bizdə Velmon gəlir la Fənərə. Velmon, hə. Necə verdilər onu bizə? Soxdular deyirsən. Yox, şübhələnməmək əldə deyil. Cavab fikirləş də, sən çempionluğa oynayan komandasan. Sən 3 yaxşı oyuncusundan birini verirsən. 3 yaxşı oyuncusu olduğundan şübhəliyəm. Atletico Galatasarayını çox gözləyirəm. Var ya, ona hələ çox var ya. Bir ay var. Mənim sənədir. Məncə Galatasaray Atletico'dan xalalsa City'dən alacaq. Məncə amma belə City'nin də öz yerində necə alasan belə. Məncə City'dən xal almaq da ehtimalı daha çoxdur. Atletico'dan çətin deyirsən, hə? Simeone parçalayıb atar deyirsən. Parçalayacaq. Real'ı 5-dən vurur abi. Bilirsən niyə? Birinci faktorum odur ki, Galatasaray İngilis komandalarına qarşı yaxşı oynayır. İkinci, Okan Buruk böyük komandalara, xüsusən İngilis komandalarına qarşı daha diqqətçil və şey oynayır. Həddində oynayır. Belə bir amma müəmma var ya ortada bilirsən. İndi bunlar ayın 20-si başlayacaq da, 20-sindən sonra da deyək, yanvarın 20-sindən 18-dən sonra olacaq da. Transfer sezonu açılanda. Birini satsa bə Galatasaray. Kimi? Nə bilim, Galatasaray satma ehtimalı var birini. Nə bilim. Satsa təzə aldığı oyunçunun kadroya salamıraq. Satmaz məncə. Kimi satır? Təklif var ki, təklif yoxdur. Şansına təklif edəcək belə baxanda. Bax, Davinson nə qədər versə razısan? Davinsonun yerinə mən bu dəqiqə ala bilmərəm axı. Görürsən? Yayda yenə versələr danışarıq. Yayda fikirləşmək olar, bəli. 3 ay vaxtın var, millilər var, dünya kubok var, bir şey olmaq. Oradan bir oyuncu gözünə kəsdirə bilərsən. Amma yəni indi bu dəqiqə Davinson satmaq mənasızdır. Davinsona indi bu dəqiqə 30 versələr verərəm. 30 versələr. 30-dan aşağı vermərəm. 30-u da verməzlər. 30-u verməzlər. 30 ona verəcəklərini bilər. O bir də Şikrinyan ondan pis şeydir. 10 veriblər, 10 almışıq biz. Devre arasında almışıq. Yox, il başında. İl başı başqat da. 10 almışıq. Devre arasında bağlı olur oyuncular həmişə. Yəni Lokman kimə gedəcək?
Əcir balasız Lokman. Vallahi puldan basasız ha. Yox, saran elə deyil. Bax, saran elə deyil. Ya, bu elə deyil. Ellər də eləsiz. Aziz Yıldırımdan gəldi bu əylənə. İllər də eləsiz. Ali Koç da o yolu getdi, bu da məcbur o yolu gedəcək. Başqa yolumuz yox. Bilər, başqadır da bilər. Adam. Benim alamayacağım oyuncu var mı? Söyleyin. Arda Turan kimi adamı belə gəlib sulamışdı Aziz Yıldırım. Arda Turan. Mən sənə 10 milyon verirəm gəl. Neçəsini rəqəm istəyirsən yaz bura, sən o maaşı verəcəksən. Elə şey olur ha. Amma Türkiyədə bizə Fənərdə məsəl üçün yabancı olmaz. Sizdə yabancı kontenjan nədir? Sizdə də oldu yabancı kontenjan. Bizdə də oldu. Gör onu salmasa onun üçün göndərməsən. Mən Saranı göndərərdim. Yəni Sara. Satmaq da olmasa, bir kiralıq zat İngiltərə liqasına göndərərdim. Məncə bax, Sara yox, İlkay göndərmək lazımdır. İlkay təzə gəl. Bu yaşdan sonra İlkay heç kim almır. Hə də ya böyük təcrübədir, yaxşı ona qəbul eləyirik. Elədir, belədir amma İlkaya maksimum verəcəklər 5 milyon. hə də amma şey deyil də, o liqaya getmir də. Ya Türkiyə liqası biraz böyükdür axı. Ay İlkay ümumiyyətlə də normal şeylərdən heç biri alan deyil Avropa. Heç biri. Ancaq alsa şeylər alar, ərəblər alar. Ərəblər alacaq ha. Onun da ki suyun sıxıb ondan sonra satmaq lazım. Yusufa bizdə defansa 22 milyon verdilər belə. Yetişdirirsiniz ha. 22 milyona da sıfırdan önce 22 milyona demək. Bu Okan'da bir dənə də bəyənmədiyim şey budur. Bax, oyunçu yetişdirmə yoxdur. Yetişdirmir, sıfır. Gənclərin önünü açamır. Açmır. Sən gənci sən 20-ci dəqiqədə oyuna soxmamalısan. Bu adam 20-yə düşəndə istəsən mandrajı da olur da bunun. Bir şeylərin birdən məni çıxarar oyunçundan. Ağda önəyə məsələn soxdu çıxardı. Bizi görsən, 7 dəfə ancaq 86-da soxdu, 85-də 2 dəfə elə soxdu. Ondan sonra bir dənə takka durur. Ay heç olmasa, Kubok oyunlarında zətdə Arda oyunu başlayır. Bəli, bəli. Azam şey oynadılar ki, onlar qalmaz axı. Oynayacaq. Deyəcəklər biz gedirik. Christmas. Christmas'a 2 dənə də verib də. O birisilər qalır. O qalır. Necə bax sən söküm adam getmir. Sən şeydə prof söhbəti var da. Doğrudan prof. Amma Ederson getməyi normaldır. Talişkandakı şey söhbətə çıxandan yeni sözləşmə söhbətə çıxandan Prime Alex çıxartdı. Sən halal da dedim. Bizdə də olardı. Braziliyalılar elədi. İl axına qədər oynasın bəs bizə. Yəni sözləşmə. Amma yox, sözləşmə məntiqli söz 5 milyon deyirlər. 8 milyon maaşdan 5-ə düşürməsilər. 5-ə 2 illik kontrakt. Əslində məntiqlidir. Kontraktı alacaq, ondan sonra da oynamayacaq. Bir dənə kontrakt. Yox, oynamasa da bu ən azından. Kontraktı verdim rahat 6 ay yoxdur Talişka. Yox, sən də Talişka 6 ay söhbət deyil. Ən azından məsələn 3 oyundan bir dənə qol vuracaq da. Vurur onsuz da, hə. 3 oyundan bir vursun da. Hər oyun vurur onsuz. Amma yenə bir dənə onsuz oyundan qala düşdüsə, vuracaq. Onun yerinə 10 nömrə alsa da mən sənə dedim. Onun yerinə 10 nömrə işlətdə Asensio. Asensio işlənər. Asensio çox əla gedir. Mən qorxuram onu gəlib biri. Amma sağda daha yaxşı oynayır. 4-3-ün sağında daha yaxşı oynayır. 10 nömrədə çox Kərəmli iniciyə bilər. Kərəmli başımıza bəlalıdır. Yarraq gibi bunu başımıza belə etdilər aman. Birinci Lukman alacaq. Kerəm yedəyə. Ondan sonra Kerəmin yolunu mən Başakşehir zad görürəm. Vallahi Başakşehir, ondan sonra da nə bilim bir Gaziantep zad. Bəli, ola bilər. İndi mən də Günəş deyim alır. Nə deyir Nizat orada? Yox, gələn mənə bir yerə gezmişim var. Osman gedər, sizdə qalar. Qalar. Gidir. Afrikada zədərəm 6 ay salardan uzaq qalsa. Qalsa deyəndə, qalsa sıçar Ekan. Bildin sıçar. Icardi ilə bu lig olmaz. Ahmet Kutucu nə? Heç olmaz da yəni belə. Ahmet Kutucu nə də sən cana? Həm pis variantda Barışı qoyaram bura. Barış yeni kim qoyarsın mən? Lukman. Saneni ora çəkərəm. Vay, Sanenin orada nə işi var abi? Bəs Sanenin orada nə? Sən Okan Buruksan hə? Sanenin orada nə işi var? İlkay da verərəm sağa. İlkay ortaya. Türk klubları satırlar oyuncusuna, yerini tapıb doldura bilmir. Dolduramırlar. Ona görə ya elə qiymətə satmalısan, ya da ki satmamalısan. Ya da əvvəlcən bir müəyyən işlərsən bir oyuncu. Hə, ki onu adam 20-yə satır, geri 23-ə başqasına alır. Hə, dəxlisiz. Niyə də, niyə? Siz kimə satdınız 30-u? Sinqon aldınız 35-ə. Boyayı. Hə. 35 aldıq. Satdıq boyayı, 30-u şey aldıq. Səncə boyaya yeni verdi? Yəni 5 milyon görə dəydi yəni.
Qalsada maaşlar çox yüksəkdir. Oynasa yaxşı oyuncu deyəsən, oynasa yaxşı oyuncu, oynamır. Xəstələri də. Əzərəsini sağaldacaq, yox, sağaldıb gələndə Sağaldacaq, görəsən. yox, Sağaldıb gələndə görəsən. Qorxuram sağaldıb gedə. Türklərdə biraz şey var Haberim axı. yok. Haberim olmayan şey. Haberim yok. Haberim olmayan bir şeye yorum yapmayın. İlk defa duyuyorum. İmkan olsa Jakobs'u göndərirəm. Eren də gəlir də. Jakobs bir oyun oynayır, 3 oyun oynamır. Üç oyun oynamır. Dörd oyun oynayır. Bir oyun oynayanda əla oynuyoruz, oradan poxu çıxır. Ha, bir oyunluqdur limiti. Bir oyun, neysən, digər bir oyundan bir oxalasan. Bir oyun oynatdın, gələ 3 oyun oynatdın. Elə şey olur. Elə oyuncu olar, belə. Bunu almışam mən işdə. Bunu almışım sizdən mən. Bu mən işlədir. Hər il bilə də o necə komanda hər il gəlir oralara. Nə işin var sənin oralarda bilə? Hər il Hər il dediyin il axır başlayır. 2 il deyiləmir axı. İl başlayır. Deyirsən ha Beşiktaş bombadı, kadrosu var. Hə, Beşiktaş Beşiktaş heç var. 2-3 oyun oynayır. Ucay dayı Beşiktaş 3-cü belə deyil. 4-cü, 5-ci klubdur. Bax Göztepe çox əla yetişir. Göztepe. İstəyirəm. Şey İngiliz məntiqi ilə girdi. İngilisdə sahibidir. Məntiqi İngiliz məntiqi ilə. Bizdə də Sabah da azında da. Eyni oxşar. Qardaş komandaymış bir də. Əlaqəyə bağlıdır. Sabah çempion ola bilər. Olar. Bu il bilməm amma olacaq. Ya gələn ya bu il izləyiz. 2-3 illə məncə ola bilər. Hə, olar. Şanlı Galatasarayım, şanlı Trabzonum belə. Trabzon. Saxın belə komandaya bilər. Niyə? Ay. Mən Fənərli olmasaydım, bizdə Trabzonluydum. Niyə? Bilməm nə. Trabzonda ancaq Trabzonlular olur axı. Acı çəkməyi xoşlayıram. Azanın Azanda bir də kralında. TikTokda bir də ola var, Bodoklint tərəfdarı gördün. Ha, Ay evet. bilə, nə əlaqə? Nə əlaqə? Bodoklint nədir? Get Kocaeli Sporu tut ha. Yəni başa düşürəm ki, bu Kocaeli'nin şeyi olub. Nədir? Türk liqasında. Bodoklint nədir? Ronaldo Messi mi? Messi. Messi daha iyidir. Inter mi? Milan mı? Milan. Milan çünki çocukluğumuzun. Real Barça. Real. Sonra Bodok Bodo Glimt mi? Viking mi? Bir abırtılık. Bodo Glimt çünki siz olmuşdu da. Siz de olmuştu herhalde sanki. Yoksa siz odan şeydi o Bodo. Siz oldu be Bodo. Biz oldu. Sizde şey North Island. He. 6 da 6 ne bir abırtılık da. North Island mı? Mitch Island mı? Midtjylland. Görəcəyini bizi bu da uzayacaq. Onunla da oyunumuz var. Yox hə. Yok ama. Aston Villa belə qorxulur ya de. Yəni Avropada çəkəcək ən çətin bir komanda var idisə, o da Aston Villa onu çəkmişik. Sizlərə maşallah ən çətin 3 dənə var, üçünü də çəkmisiniz. Liverpool, Atletico, City. Liverpool City axırda garanti eləyər bəlkə bir xalalarıq. Atletico'nun da heç güvənemiyorum, bok da çıxa bilir. Bok da çıkabilir yani güvenmiyorum da. Yaxşı tərəfindən düşəcək, Bayern Münih düşməyib. Atletico bizə niyə görə deyə qorxuram? Çünki Atletico baxmır. Liverpool indi məsələn çox da şey eləmədi bizim oyunda. Amma yaxşı da hazırlaşmışdıq ona, ciddi şeylədik. Ciddi oynadıq onunla. Amma Atletico heç vaxt yəni, güzəştə getməz də. Elə nədirsə oynayar. Eşək kimi baxmaz ki, dayı bu şeydir, nədir. Oynayır. Ana dost ya. Qalsa kim oynayır Süper Kupada? Trabzon. Bizdə də Samsun. Trabzonda sizdə bizdə Samsun Samsun. olacaq. Yenə bölüm sonu canavarlara qarşılaşıyor. Trabzonla gəldi elə. Amma komanda sənə bax. düşüyor. Trabzonla oynayır hər oyun. Amma belə bir şey var. Avropa Türk klubların bəxti yoxdur. Nə barədə? Hara fırasa fənə qalsa çıxır qabağa. Ha. Yəni bir Yaxşı. keçid eləməlidir. Bir yerdən keçid edib 4-də 1-ə qədər gəlməli, gələnmir. Yəni ya 8-də 1-də Yarı finalda zata da elə olur, düşürük. Hə dedim ya 8-də 1-də ya şeydə qabağını çıxır, o çıxır. Fethiye Spor çıxdı indi bu. Sağ olun. Sağ olun. Hələlik. Gələn görüşlərə. Gələn görüşlərə deyil.